Hər kəs salam dostlar, kanalıma xoş gəldiniz. Deməli bu günlərim sizlər üçün yeni bir pul qazandıran sayt haqqında danışmaq istəyirəm. Gəlin çox danışmadan saytımıza keçək. İlk növbədə saytdan necə qeydiyyatdan keçmək lazım olduğunu sizə başa salacağam. Videonun şərh bölməsində saytın linkini qoyacağam və sizdə belə bir bölmə açılacaq. Saytımızın adı taksimetrdir və biz burada sağda yuxarıda qeydiyyat bölməsinə daxil oluruq. Deməli, qeydiyyatın üzərinə tıkladıqda istifadəçi adınızı, gmailinizi, şifrənizi təyin etdikdən sonra siz burada valyuta seçirsiniz. Yəni burada istədiyiniz USDT, Rubl, TL, manat hansını istəsə seçə bilərsiniz. Mən AZN-i seçdim. Məsələn, seçdikdən sonra hesab yaradın. Üzərinə tıklayırsınız və qeydiyyatdan keçmiş olursunuz. İndi isə gəlin hesabımıza daxil olaq. Sayt haqqında sizə daha ətraflı geniş məlumat verim. Hesabımıza daxil olduq. Gördüyünüz kimi hesabımızın ana səhifəsi bu cürdür. İndi isə gəlin sayt haqqında sizə daha ətraflı geniş məlumat verim. Məlumat verməmişdən öncə onu sizə deyim ki, belə saytlar yatırım tövsiyəsi deyildir. Çünki mən belə saytlardan yatırım edib qazanc əldə etdiyim üçün sizinlə çəkib paylaşıram. Yəni yatırım edib etməmək sizə qalmış bir şeydir. Çünki bura yatırım saytıdır. Yəni 100% qazanc deyə bir şey yoxdur, riskdir. Hər kəs öz riskini gözə alıb, öz büdcəsinə uyğun yəni yatırım etsin. Deməli, mağaza bölməsinə daxil oluruq. Mağaza bölməsinə daxil olduqda və burada gördüyünüz kimi taksimetr saytımızın adı taksilərdir. Yəni taksi alırsınız, gündəlik qazanc əldə edirsiniz, düzdür. Qazancı çox azdır həqiqətən. Qazancı az olan saytlar təbii ki də hər zaman uzun ömürlü işləyir. Bunu hər kəs bilir. Bu sayta qoşulan və kanalımı izləyən şəxslər də deməli 10 manat yatırım etdikdə gündəlik bizə 10 qəpik qazanc verir. Aylıq qazancı 3 manatdır. Deməli 17 manat yatırım etdikdə gündəlik bizə 18 qəpik qazanc verir və aylıq qazancı 5 manat 44 qəpikdir. 42 manat yatırım etdikdə 42 manat 50 qəpik, gündəlik bizə 48 qəpik qazanc verir, aylıq qazancı 14 manat 45 qəpikdir. 85 manat yatırım etdikdə gündəlik bizə 1 manat 2 qəpik qazanc verir, aylıq qazancı 30 manat 60 qəpikdir. Və burada bir çox paketlər var, gördüyünüz kimi. Bu nə qədər? 170 manat var, 425 manat var. Dediyim kimi, hər kəs öz büdcəsinə uyğun yatırım etsin. Mən hətta gəlin sizə göstərim. Mən 85 manatlıq yatırım etmişəm, yəni risk eləyib. Dəqiqə açılsın. Gördüyünüz kimi, qeydiyyatdan keçəndə 10 manat bonus verdi. İndi hazırda bilmirəm, bonusu verir ya yox. 10 manat bonus verdi və 85 manat yatırım etdim mən. Deməli, gəliri toplan üzərinə vuruq. Gördüyünüz kimi gəlirimizi topladıq. Bizim hesabımızın ana səhifəsinə düşdü. Mən burada videonu yekunlaşdırıram. Videonun şərh bölməsində saytın linkini qoyacağam. Siz də qeydiyyatdan keçib, öz büdcənizə uyğun yatırım eləyib, gündəlik qazanc əldə edə bilərsiniz. Videomuz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.